Aslında dəyişir. Pasiyent bir gün öncə əməliyyat olunub Universitetin Tərcih Cərrahi Klinikasında. Burada əməliyyatda göstəriş nə idi? Qalxanvari vəzin sol payını əhatə etməyib, 4 sm-dən böyük bir düyündür. Və qısaca da olsa, yəni xəstə bu xəstəliyin tarixçəsi haqqında bizə məlumat verər. Siz təsadüfi aşkarlanmışdı. Boğazında qıcıqlanma hiss elədin. Getdin müayinə zamanı, dedilər ki, böyük bir ölçüdə düyün var. Sonra nə cür oldu? Kimə müraciət elədin? Qohum qonşuya? Qonşumuz burada ilərləmişdi. Qonşu, pasiyent bizə qonşu tərəfindən yönləndirir. Çox vaxt bizdə Azərbaycanda yəni insanların həkimə yönləndirilməsində ən çox qohumlar, qonşular rol oynayır bu pasiyentdə qonşu tərəfindən. Peyman bəy idi də, bizim bir Peyman adlı bir pasiyentimiz olur və onun da böyük bir ölçüdə zobu var idi, əməliyyat etmişdik. Yəni o da öz məmnun şəkildə bizdən buradan evə buraxılmışdı və o da öz qonşusunu bizə yönləndirir. Bu gün də pasiyentin indi hal-hazırda drenaj borusunu çıxardırıq. Belə bir narahatçılığın zadın olmadı ki? Rahat hiss elədin də özü? Əməliyyatla bağlı heç bir ağrı zadın olmadı ki? Yaxşı oldu. Yəni biz əməliyyatdan sonra drenaj qoyuruq ki, bir sutka drenaj boru yara səthində qalır. Əgər hər hansı bir maye varsa, mayeni çıxartmaq üçün, yəni drenaj borudan istifadə olunur. Və indi dərin nəfəs al, saxla. Salfet qoyarsan aşağısına. Sonra bitdi. Ağrın olmadı ki, drenaj boru çıxaranda? Yox. Yəni bir həftə müddətinə sarğı olunur, gün aşırı sarğı olunmalıdır bu yaralar. Və bir həftədən sonra kosmetik sap qoyulub, yəni estetik olaraq, yəni sap çıxarılacaq. Yəni sapın çıxarılması üçün rayonda da çıxartıra bilərsən, yəni orada da bir cərraha müraciət elə, onu çıxarsınlar. Məsələn, yarada quru. Burada nə demək istəyərdin? Yəni bizim xidmət olaraq, tibb bacıları nə cür qulluq elərlər, yüksək səviyyədə. Narahatçılıq olmadı ki? Allah şəfa versin, keçmiş olsun. Sağ ol.